Herkese salam, necəsiniz? Məni az çox tanıyırsınız Instadan, YouTube-da qədər aktiv deyiləm. Bugün ilk dəfə sizinlə danışıq bir video çəkəcəm və xəyallarımdan birinin başlanğıcına qoyuram və uşaqlıqdan xəyalımdır, güzgü qabağında ancaq mən şizofren kimi belə YouTube qarşısında danışdığımı xəyal etmişəm. Biraz həyecanlıyım, sorry. Ona görə də bugün o xəyallarımdan biridir ki, həm sizinlə danışıram, həm də ki YouTube videomu açılışını etmişəm. Əslində açılışını etmişəm Türkiyə ilə, onu da baxarsınız bu arada. Amma ki belə ilk danışıqlı sizdən belədir. Ve burun hakkında. Bugün burun hakkında gelen bütün soruları cevaplandıracağım. Instagram'da milyonlarca sual gelir belki de her gün. Çünkü bilirsiniz ben çok pimplikçi insanım ve mükemmeliyetçilik var. Benim mükemmeliyetçi olan kızlarım anladı. Bir işin içine giririksə onu dibine kadar araştırırıq ve ondan sonra o işe okey veririk ve o işi görürük. Ona göre de məndən ideal burun həkimlərini tanıyan, məndən ideal burnu dibine kadar yaşayan ve her mövzuda məlumat olan birini tapmarsınız. Taparsınız. Ona göre bugün make-up eləyə ki, siz də sıxılmayın, suallara cavab verəcəm. Getdik ki, mən ümumi qısa bir məlumat verim istəyirsinizsə. Və onu qeyd edeyim ki, qızlar, gedin, mən YouTube'da belə videolar baxmaqdan ötürü ürəyim gedir. Kimsə danışsın, mən baxım falan. Gedin, nə bilim, mən qoyun YouTube'da ev işləri görüm, mən arxada danışım özüm üçün. Gedin yemək eləyəndə mən qoyun danışım. Yəni sıxılmayın da baxanda. Taktikalar verirəm. Hə, mən birinci burnumu niyə elətdirmək istədim? Burnumun əvvəlki şəklini bura qoyuram. Ne günler görürsünüz. Mənə qalsa, mən çox kompleks eləmirdim. Həqiqətən burnumu mənə hamı sevirdi və hətta eləyəndən sonra mənə dedilər ki, iç başlarda çaş etdirməzdin. Bu burun sənə pis yaraşır çünki istərsəniz şiş olur və hamı dedi ki, bu burun sənə pis yaraşır, çaş etdirməzdi falanlı filanlı. Mənə çox şeylər gəldi. Mənə də qalsa mən burnumu heç vaxt etdirməzdim. Necə oldu ki, etdirdim? Gecələr həqiqətən nəfəs ala bilmirdim. Bacım mənlə yatır və bilir ki, mən gecələr oyanıram, nəfəsə qalıram və pəncərənin balkonu falan açıram ki, hava gəlsin. Bilirəm ki, havasızam, çox havasızam və qapalı yerlərdə də qala bilmirdim. Çox sıxılırdım. Ondan sonra Türkiyəyə getmək qərarı almışdım birinci. Heç burun əməliyyatım ağlımda belə yox idi. Türkiyəyə getmək qərarı almışdım. Türkiyəyə getmək qərarı alandan sonra dedim ki, ayda Türkiyəyə gedirəmsə, ondan sonra yəni bilirəm ki, bütün ölkələri inşallah ki, pul yığdıqsa gəzəcəm. Hə, mən Türkiyəyə gedirəmsə, qoy burnumu eləyim. Qoy bir dəfəni bilirsiniz necədir? İşə də fasilə verəndə bir dəfəlik fasilə verim. Burnumu etdirəcəm, fasilə verəcəm, təzə yenə Türkiyəyə gedəcəm, yenə fasilə verəcəm. Qoy bir dəfəni hamısı ard-arda. Ona görə mayda Türkiyəyə planlamışdım və mənim bir dənə şansım var idi ki, ya fevralda ya da apreldə bunu ortaya salam, ya fevral, mart, aprel. Hə, ya martda ya da apreldə şansım var idi ki, bunu etdirim də. Nəsə orada saldım, başladım ücret dekabr ayından bunu planladım. Dekabr ayında biletlər aldım Türkiyəyə və başladım həkimlər axtarmağa. Nəsə planladım ki, aprel ayında ona qədər işləyim pulumda. Yığdım aprel ayında mən artıq əməliyyat olum. Nəsə aprelin 31-nə qədər nə qədər en qədər həkimlər araşdırdım və gələk bu suala. Niyə cavabdan doktor seçdim? Birincisi doktor Səlimi seçmişdim və hətta aprelin 27-sinə gün almışdım. Sadəcə getdim doktor Səlim çok konsultasiyalara getdim, çok həkimlərə getdim. Onlar haqqında da danışacağım. Başım çok karıştı. Doktor Səlimi seçmişdim. Sonra çok qorxdum. Gəldim, nə bilim, TikTokda şikayətlər gördüm. Hədsiz dərəcədə doktor Səlimdən özüm o qədər həkimlərə baxırdım ki, artıq həkimin adını görməsəm belə bilirdim ki, bu kimin əl işidir, bu kimin yəni işidir. Ondan sonra gördüm ki, doktor Səlim eləyəndə buranı gətirirdi. Burada ki, qırırdı burnu. Burun elə qalxırdı. Oradakı qırıqlığı mən hiss eləyirdim. Ona görə çox baxdım, çox blogerlər etmişdi. Baxdım, istəmirdim elə. Ona görə ondan imtina etdim. Və öyrəndim ki, doktor Səlim məncə lord eləymiş, bilmirəm. Burada məni görsə əgər videomu yargılamasın, mən elə bir şeylər eşitdim, qorxdum. Çünki məndə çox travmatik bir burunuydu. Və mən getdim Cavidan doktorun yanına. Ən birinci Cavidan doktorun yanına getmişdim onsuz da. Sadəcə qərarsız idim. Çünki Cavidan doktor demişdi ki, sənə qabırğadan lazımdır. Amma mənə Səlim doktor o söz deməmişdi. Mən çox həkim dedi ki, sənə qabırğa qığırdağı lazımdır. Amma Səlim doktor heç onu demədi mənə. Dedi ki, kifayət eləyəcək. Biraz ortada tərəddüdlü qaldım ki, çox insan bunu deyirsə, Səlim doktor niyə bunu dedi mənə? Və Səlim doktor belə gedəndə yəni çox ətraflı mənlə danışmadı. Sadəcə burnumun şəklini çəkdi. Hə, göstərdi ki, belə olacaq burnun, ilk bu qədər. Amma Cavidan doktor mənə hər detalını, incə ayrıntısına qədər danışdı. Bəzi doktorlar var idi ki, mən getdim onların yanına, səmimiyyətlərini sevmədim. Çünki mən burun göstərdim. Mənə qadət dedi ki, sən istədin onsuz da bu burnu ömür boyu ala bilməyəcəksən ki. Mən bilirəm onsuz da sən o burunla mənim burnum üz asimetriyam eyni deyil. Sadəcə deyirəm ki, bunu oxşadan bir burun al istəyirəm də mənə çox çabuk cavab verəndə mən onunla ömür boyu yola çıxa bilmərəm. Çünki yəni onun yanına gedəcəm də, nə qədər problem olsa, o yüzden mənə yüz göstərsəm mən heç cürə rahat ola bilməzdim. Tak, ona görə Cavidan doktor seçdim çünki mənə ətraflı izahat verdi və bir dənə doktor da var idi, çox təriflənirdi Bakıda. Onun yanına getmişdim. Birə bir, elə ki əzbərləmişlər eyni sözü. Cavidan doktorun eyni söz demişlər və Cavidan doktorun orada savadına inanmışdım. Mənə hər cür izah elədi. İstər assistenti Əsmər xanım, buradan öpürəm onu. Mənə hər şeyi ətraflı izah eləyirdilər. Mən ona görə razı oldum ki, aha, bu doğru seçimdir. Və Cavidan doktor təbii burun eləyirdi. Mən də onsuz da ki, burun istəmirdim. Barbie burun istəmirdim. Çünki qızlar fikirləşin ki, bir də siz məsələn Barbie burun istəyirsiniz, amma sizin üz asimetriyanız, üz genetikanız, üzünüzün quruluşu ona uyğundurmu? Mən Barbie burun eləsəydim, mənə məncə yaraşmazdı. Çünki mənim üzüm danış artıq. Mənim üzüm uzun üzdür. Ona görə mənim burnum çox burada qalacaqdı. Nə bilim belə gəlib qəlbə görsənəcək. Dodaq məsafəm onsuz da açılır. Onu etsəydim, vəbşə açılacaqdı. İkinci suala gəlirik. Aha, ikinci suala gəlirik. Nə qədər xərciniz çıxdı? Burnunuzu bəyəndinizmi? Nə qədər xərcim çıxdı? 200 manat əməliyyat, 110 analiz, 200-300 piluz dərmanlar, piluz 35 manat retener pulum çıxdı və burnumdan razıyammı? Bəli, çox razıyam. Forması olsun. Forması falan çox razıyam. Sadəcə o gördüyünüz bu əyriliyi var ki, o biraz məni narahat eləyir. O da çox cüzi. Amma ki belə doktorumdan və burnumdan çox razıyam. Çox təbii alınıb istədiyim kimi. Üçüncü sual.
Üçüncü sual, mən belə sıralaması ilə gedirəm. Deyək ki, suallar sıralaması başlanğıcdan əməliyyata gedənə qədər, bitəndən sonraki etapa qədər belə suallanmışam ki, oradan buradan suallar olmasın. Üçüncü sual, əməliyyat qorxuludurmu və əməliyyatda çox ağır hiss edirsənmi? Narkoz qorxuludurmu? Bu tip suallar. Əməliyyat qorxulu deyil, çünki siz yuxu kimi fikirləşin. Mən o qədər həyəcandan əsirdim ki, oğlan dedi ki, həyəcanlanma heç nə yoxdur. Getdim, belə dedilər ki, say, çox gülməli idi oradakı mənə aparan narkoz işçiləri falan. Dedilər ki, o qədər ağırsan ki, səni qaldıra bilmirik falan. Dedilər ki, say, mən dedim ki, neçəyə qədər sayım, onu hiss elədim. Narkoz gələn moment çox belə ağzınıza çox bərbad bir dadı gəlir və saniyəlik də olsa 2-3 saniyə sonra hiss eləmişsiniz. Mənə dedilər ki, say. Mən dedim neçəyə qədər sayım. Dedilər saymaq istəyirsən, dedim neçəyə qədər sayım. Dedilər 1000. Mən dedim ki, 1000 altı say bilmirəm, getdim. Ondan sonrası xatırlamıram çünki. Və elə ki yuxu, yatdım durdum ki, burnum var, yeni burnum. Bu əməliyyat budur. Əməliyyat prosesi. Əməliyyatdan sonra ayılanda hədsiz, diskomfort hiss edirsən, çünki tam mərkəzindədir, hərəkət edə bilmirsən, bədən üçün yeni bir şeydir, bədən travma alır və əməliyyatdan sonra bütün bədənlər, fərqi yoxdur, burun əməliyyatı olsun, başqa bir əməliyyat olsun, bədənlər travma alır, bədənin ümumi travma alır, çünki narkoz alır, ölüm kimi bir şeydir falan. Bədən travma alır və oyandım, gözümü aça bilmədim. Mən 9-da girmişdim, 2-ni 2 işləmiş çıxdım. Yuxulu deyəndə narkozlu hiss edirdim ki, mənə zəng gəlir, atam zəng edirdi falan və oradakı mənə baxan xanımlar səsini eşidirdim ki, qaytarmaq istəyirsənmi, yoxsa ürəyin bulanırmı? Onlar səsini eşidirdim, sadəcə cavab verə bildim, amma gözüm qətiyyən açılmırdı. Mənim gözüm açıldı 4-də. Və güc bəla ilə özümü məcbur etdim ki, aç gözünü, ki, ürəyim partlayırdı. Açdım gözümü, belə ilk telefon dedim ki, telefonu verin, belə özümə video çəkmişəm, bura qoyacağam. Bu mənim ilk gözümü açıq, özümə baxdığım video ki, baxım nə fərq var, necə göstərirəm. O ağılla təbii ki, heç bir fərq görə bilmərsən. Belə. Sonra orada qalırsınız gecəni. Yəni bir dənə sualı deyim ki, çox ağırlığımı keçir. Bu sualdan çox danışaram, çox ağırlığımı keçir sualı. Çünki bir şey başa düşmürsünüz ki, milyon dəfə demişəm izləyicilərimə də, bədəndən bədənə fərq var. Çox fərq var bədəndən bədənə. Sən də mənim bədənim eyni deyil ki, nümunə verəcəm. Bunu canlıda da danışmışdım. Həmin xanım gəlib baxmışdı və biabır olmuşdum. Çünki indi mənim otaq yoldaşım idi. Mən çox yüngül əməliyyat keçirdim. İmmunitetim bir güclüydü, yoxsa özüm psixologiyam mı güclüydü? Çünki əməliyyatda psixologiya da çox önəm daşıyır, bədən də çox önəm daşıyır ki, sənin psixologin güclü olmalı, hər şeyə reaksiya verməməlisən və biraz səbirli olmalısan. Deməli olmayım muslim. Nəysə, indi gecənin səhərə qədər ağlayıb, panik atakalar keçirib ki, mən ölürəm, nə bilim belə falan. Onun cidasına mən də getmişəm bu arada və mənə də iynə vurublar ki, sənin ağrın olsa, ağrıma. Mən də dedim ki, mən qorxuram da iynə vurmayın mənə. Amma sən demə qorxulu bir şey demiş, sadəcə indi abardırmış. İndi buradan üzrlü say, səni biraz şey eləyirəm. Amma ki, abardırmış. Abartmaq deməyim, onun bədəni ağrıyırdı və ağrılı keçirirdi. Mən onu başa düşə bilməzdim çünki mən o qədər ağrılı keçirmirdim. Sadəcə ümumi biraz çox cüzi bədən ağrım vardı və heç yox idi. Sadəcə uzanırdım və sadəcə halsız idim ki, əməliyyat olmuşam. Bu qədər. Amma elə insanlar var ki, məndən yazan qızlar dedilər ki, çox ağrımız olurdu, hədsiz ağrı yaşadıq, nə bilim qolumuz, qılçamız falan filan çox ağrılı idi. Mən də heç bir ağrı olmadı. Nə deyim? Və o sizin bədəninizə nasıldır? Şişlər necə günə keçir və üst dodağın şişliyi, hissiyatın olmaması, bunlar çox önəmlidir. Mən araşdırma eləyəndə burun əməliyyatına bağlı bunlara heç arada rast gəlmədim ki, üst dodaq şişir, nə bilim son hiss eləmirsiniz, damaq şişir, hiss eləmirsiniz. Çox şeyləri ətrafda heç kim danışmamışdı da, yəni həqiqətən. O şey var ya, bunların niyə bizə heç kim demir. Mənim bu videom var. Baxın, burada hər şeyi danışmışam. Instagram linkə qoyaram altına gedib baxarsınız. Deməli, yatdım. Sabahsı günü oyandım, çıxmalıydım evə və mən üzüm artıq şişməyə başlamışdı. Burada çəkmişəm özümü sabahsı günü yeməklərində görürsüz, artıq şişliklər var idi üzümdə. Və mən evə çatdım. Gün ortada da yenə şişdi, amma göyərməmişdi. Axşam tərəfi göyərmələri başladı ikinci günümdən və bu da onu sizə qeyd edirəm ki, immunitetdən asılıdır. Hər insanda fərqlidir. Şişmə, göyərmə. Mənə doktor dedi ki, elə insan var ki, səhərsi gün işə gedir. Mən şoka düşdüm ki, necə işə gedə bilər o səhərsi günü. Amma elə insanda var ki, bir ay mənim kimi evdə sürünür məsəl üçün. Çünki bədəninizdən asılıdır. Yenə deyirəm, hamı fərqli keçirir, hamı fərqli keçirir. Ona görə məndə şişliklər oldu və maksimum eşitdiyimə görə çox insanlar mənə dedi, şişliklər 3-4 günə çəkilir. Narahat olmayın, 3-4 günə çəkilir. Məndə gördüklər oldu. Axşamı bizə sabahsının axşamı 2-3-cü günümdə xalam qızı gəlmişdi. Mən gözüm belə idi. Baxın burada şəklini qoyacağam və görmürdüm insanları. Mən narahat eləmədim çünki bilirdim ki, özüm başım şişməlidir. Mənim ağzım qızışıb, işləmişdim makiyaj edim demirsiniz amma. Nə edəcəkdim? Mən hesab danışmışam, makiyaj edim mənim ömrü boyu. Üzüm başım şişdi. Amma 3-4 gün maksimum vaxtınız var. 3-4 gündən sonra çəkilir, narahat olmuyor. Mən dedim bu video qısa olacaq, amma ki məni susturana halal olsun. Mən danışdım, getdim. Mən üzüm yenə nəsə. Nəysə. Deməli, şişliklər 3-4 günə çəkilir, ağrınız ola bilər evə gələndə və onu da qeyd edim ki, mən evə gələndə mənə iynə yazmışdılar. Mənə demişdilər ki, sən dərman atma, dərman atsanız qanaxma yarana bilər. Edici dərmanlar, yəni ağrı kəsici dərmanlar atmayın. Atsanız qanaxma yarana bilər. Ona görə yan iynə ağrı kəsici yazmışlar, amma çox həkim fərqli. Onu qeyd edeyim ki, başlıca qızışdırmırlar. Onu qeyd edeyim ki, hamının həkiminin fərqli texnikası var, hamının həkimi fərqli nələrsə deyə bilər. Sizin həkiminiz buna düz deyə bilər, onun həkimi səhv deyə bilər. Yəni ki, onun həkimi onu dedi, onu eləyim, o düzdür. Elə bir şey yoxdur. Çünki o həkim sizin burnunuzu kəsən odur, o içini çölünü bilir, o nə deyirsə ona qulaq asın. Yəni ki, durub deyirsiniz ki, Xumar xanım, siz bunu içdiniz, mən də bunu içim, düzələrəm və ağrım kəsər. Mənim həkim deyib ağrı kəsici içmə, siz həkiminiz deyib ağrı kəsici içmə, durun ağrı kəsici içmə, mənə pis təsir eləsin. Ona görə etməyin qızlar belə, əməliyyat olacaqlar.
Əməliyyat olub da birinci, ikinci gündə mənə baxanlar etməyin, qətiyyən etməyin. Nə olursa həkiminiz onsuz cavab verir sizə. Assistenti yazın, bezdirin. Yəni çünki ilk dəfə əməliyyat olsun, heç nədən xəbəriniz yoxdur. Bezdirməyin, daha çürükçü olmayın. Hər otobukada gedib onu soruşmayın, üzümü saynama. Yəni çox şey nə maraqlısı siz soruşun və onun həkimi etdim, mən də eləyim. O qız nə bilim düzəldi, bunu atdım, mən də atdım deyə bir şeylər etməyin heç vaxt. Çox sərt bir şeydir. Məni öldürdünüz da siz o suallarınızla ki, mən də bunu eləyim düzələr, mən də onu eləyim düzələr. Olmaz. Nəysə, şişi olub, depresyona düşən, burnunun birinci ayında, ikinci ayında, üçüncü ayında, dördüncü ayında, beşinci ayında depresyon düşən qızlar niyə depresyona düşürsünüz? Ay bacı niyə? Şiş do, şiş, qurban olum. Mənim dilimdə tüy bitdi. Mən bütün canlılarda, Instada hamıya deməkdən ki, bu şişdir, bu sənin əsl forman deyil, hələ oturacaq burnun, hələ əyridir, hələ deşikləri əyridir. Deməkdən mən öldüm axım. Mənə yazdılar mən depresyona düşmüşəm. Niyə? Soruşuram neçə ayındasan? 1 ayım, 12 günümdür depresyona düşmüşəm şişdim. Nə gözləyirsən 12 gündən? Yəni qızlar bəzən bu elə bir prosesdir ki, burun əməliyyatı səbr tələb edir, çox səbr tələb edir. Eləyir, burun əməliyyatı eləyib 1 il keçən fındıq burun qızlar görüb, "A məndə də belə olsun" deməyin. Qətiyyən deməyin. Çünki yəni elə olmur. Bunu sizə demirlər, amma mən sizə deyirəm, elə olmur. Səbr eləməlisiniz. Mənim gips satılandakı videoma baxın. Görün necə şişdi, nə boydadır. İndiki burnuma baxın. Hələ 4-cü ayımdayam və 5-ci 6-cı ayında məni takip edirsiniz. Baxın, 1 ildən sonra mənə baxın. Görün nə qədər burnumda fərq var. Və şişlərin çəkilmə müddətini nə qədər sual verirsiniz? Onun bir müddəti yoxdur. Sadəcə ümumi həkimlər deyir ki, 6 aydan 1 ilə qədər çəkilir şişlər və o sizin bədəninizdən asılıdır. 6 ayda da sizin burnunuz ideal otura bilər. 1 ildə də, 2 ildə də ki, mənim tanışım var. Mənim qaş üstəmin burnu 2 il oturub əyriliyi falan. Yəni o da sizin immunitetdən asılıdır. Başa düşürsünüz? Hər şey sizin immunitetinizdən asılıdır, sizdən asılıdır. Belə. İpilus digər suala keçirəm. Retainer taxmaq. Retainer taxmaq, deyirsiniz ki, sual gəlmişdi ki, orada retainer taxanda burnum enlənir, enli qalarmı? Xeyr. Sadəcə normaldır. Burnunuzun içinə, mən də taxanda video çəkən hamı deyir ki, bu əməliyyat olmuş burundur. Nə gözləyir insanlarda? Nə? Yəni məntiq bizim insanlarda bu videolarda sonra gördüyümüz biraz qıtdır. Çünki danışan da, bilən də danışır, bilməyən də danışır. Yəni retainer taxanda bura nəsə girir də, baxın nəsə girdi, enləməsi normaldır. Və onu çıxardıb 3 saat gözləyəndən sonra görürsünüz ki, o enlilik çəkilir. Baxın indi burnumda retainer yoxdur, enli deyil. Amma retainer gəlib taxım görün 2 qat enlənəcək, burnum nə yayılacaq belə çox pis göstərəcək. Ona görə retainer taxanda burnunuzun enlənməsi normaldır. Amma çıxardanda təbii ki, o enlilik itir. Narahat olmayın, enli qalmaz. Və retaineri nə qədər taxmaq barəsində çox suallar gəlir. Retaineri nə qədər taxdım? Mənim doktorum dediyim kimi hər doktor fərqli deyil. Mənim doktorum 3 ay gecə gündüz demişdi. Mən 3 ay gecə gündüz taxmışdım və onu soruşursunuz neçə saat taxırsınız? Çünki bəzi həkimlər var ki, eşitdim ki, saat deyir. Amma mənim həkimim saat deməmişdi. Sadəcə demişdi, bütün günü tax və sadəcə siləndə falan, yəni onu dəyişmək istəyəndə çıxar. Sonra dəyiş. Mən elə dəyişdim, amma bütün gün burnumdaydı. Sadəcə yay gələndə biraz çıxartırdım, ara sıra fasilə verirdim. Sonra yenə taxırdım. Yəni o məndə saat deyilməmişdi. Bilmirəm sizin doktor saat deyirmi? İpilus 3 ay gecə gündüz taxmağımı demişdi. 3 ayda gecələr taxıram. İndi isə gecələr taxıram. Ancaq retainer haqqında da suallar bu qədər. Retainerin ölçüsü haqqında sual var. Retainerin ölçüsünü orada doktor özü müəyyən edir, sizə deyir və siz ya doktorun özündən alırsınız, doktorun özündə satılır, yaxud da ki, hər hansı bir aptekdən ala bilərsiniz. Ancaq mən istəmədim hansısa bir aptekdən alım, çünki onu gəzmək var. Ona görə elə dedim ki, özündən alım. Bu arada hər doktorda fərqlidir. Eşitdim, elə doktor 50 manat, elə eşitdim 20 manat, eləsi var 35, mən 35 almışdım. Eləsi də var ki, 40 falan belə, yəni qiymətlər dəyişir. Bir şey dəyişmir, bəxtəmə keçirdim, bir şey dəyişmir. Əsas məsələyə gəlir. Mən paylaşmışdım, mənə iynə vuruldu burnuma. Onun səbəbi o idi ki, burnuma niyə iynə vuruldu? Çünki mən immuniteti zəif bir insanam və buralarım yaxşı oturmurdu. Onu vurdular ki, burnum yaxşı otursun. Onun üçün vurulmuşdu. Sadəcə mənə çox yazdılar ki, şişlik çəkilməsi üçün də iynələr var. Ona görə mən o iynələr vuruldu. Xeyr, mənim şişim təkizimdə o iynələr vurulmadı. Sadəcə mənim immunitetim zəif idi deyə o iynələr vuruldu ki, yaxşı otursun burnum. O iynə vuruldu, daha doğrusu iynələr yox. O hissəmə vurmuşdular. Sadəcə onu da doktor ödənişsiz vurmuşdu. Bunda sual gəlmişdi ki, ödənişim yox. Ödənişsiz idi. Doktor özü vurdu. Gedəndə heç xəbərim yox idi. Dedi sadəcə vurmaq lazımdı, vurdu. Və iynə artırması sadəcə elə biraz prosto nəsə dişləyir sizi. Sonra nə sual verirsiniz? Əyrilik. Gündəmdə olan mövzu mənim əyri burnum. Və artıq məni hamı Azərbaycanda burnumun əyriliyi ilə tanıyır. Təsvir olsun da tanımaq istəməzdim. Amma əyrilik, baxın, görürsünüz əyriliyi və sizi çarxdıran budur. Baxın bu. Belə qoymuşam telefonu, tam da baxa bilmirəm. Baxın budur sizi çarxdıran. Mənim xəttim ortadan düz gedir. Sadəcə mənim buramda şişlik olduğu üçün əlimi çəkəndə burnum əyri göstərir. Və mən digər videomda da bildirmişəm ki, hər suala uyğun burnum haqqında video çəkmişəm. Burada o videom var. Əyrilikmi yoxsa şişlikmi? Əyrilik kökdən olursa, həkim uğursuz əməliyyat edibsə və əyrilik buralardan tam düzdür, buradan da baxanda elə bilirsiniz kökləndirməsində elə deyil və həkim gedəndə bəhanə eləyir ki, əyrilik üz asimetriyası ilə bağlıdır. İnanmayın, çünki üz asimetriyasında şişlik və yaxud da görüntü fərqli ola bilər. Əyrilik, bunun belə əyri olması üz asimetriyasından əlaqəli deyil. Bunu qətiyyən qarışdırmayın. Və üz asimetriyasını indi sizə göstərəcəm necə buruna təsir eləyir. Baxın, mənim bu üzüm buna nisbətən daha belə sallaqdır və daha enlidir. Bu üzüm daha yığcamdır. Ona görə buradan burnuma baxın. Daha burnum belə gəlmiş formadadır. Bu birisində burnum daha yığılmış formadadır. Başa düşürsünüz? Bu yığılmaqla bağlı bir şey deyil. Bu mənim artıq üz asimetriyamla bağlı bir şeydir və bunu heç kim edə bilməz. Nə qədər mən balaca eləsəm belə, buralardakı o enlilik fərqi, diqqətlə qulaq asın. Enlilik fərqi üz asimetriyamla bağlıdır. Əyriliklə bağlı deyil. Hansı ki həkim sizə aldadırsa ki, əyrilik üz asimetriyası ilə bağlıdır. O cür sizi yəni başınızı aldadır da, elə bir şey yoxdur. Amma ki hansı ki həkim desə ki, əyrilik şişdən bağlıdır, o ola bilər. Çünki baxın, burada şu görürsüz, burnum tam oturub, görürsüz, elə bilirsiniz ki, çökəkdir, amma çökək deyil. O oturmuş əslində burnumdur. Bu tərəfdən isə burnum, görürsüz belə gəlir, şişdir. Bu şişdir. İnşallah bu oturandan sonra bununla bərabərləşəcək və ortada kimi görünəcək burnum deyə ümid edirəm. Çünki mənə belə deyildi və mən buna inanmışam, məntiqli gəlir. Amma ki, elə həkimlər var ki, deyir ki, şişlik, əyrilik, asimetriya ilə bağlı o sözə qətiyyən inanmırsınız. Digər sual,
Biz nə qədər ağırlıq götürə bilərik, neçə müddət sonra işə çıxa bilərik, bula nə qədər ev işləri görə bilərik, nə qədər müddət sonra ev işləri görə bilərik. Bu da sizdən asılıdır. Yəni ağır götürmədən, tostuna falan işlətmədən ev işlərini görə bilərsiniz əgər ailəli bir insansınızsa. Və ağırlıq, mənə Cavidan doktor dedi ki, Xumar get sakit həyat tərzi yaşa, yəni ki, hoppanma, düşmə, nə bilim, ağırlıq qaldırma. Mən o sırada Türkiyəyə getdim 2-ci ayımda və hoppandım, düşdüm, qaçdım, rəqs elədim, ağırlıq götürdüm, hər şey etdim. Amma ki qızlar, o burnu düşmə teması onunla bağlı deyil. Burun düşmür, ağırlıq falan götürəndə yalan bir terimdir, yayılıb. Sadəcə burun ödəm yığır və şişir, gec ödəm çəkilir. Düşmə üçün bir şey ola bilməz də. Yəni həkim pis eləyəndə hə burun düşür, çalı zamanla düşür. Ağırlıq götürdüm, burnum düşür, bir şey ola bilməz. Mən inanmıram şəxsən. Həkim nə qədər pis etsə belə. Amma ki zamanla həkim pis eləyib, zaman keçirsə düşə bilər. İkinci, makyaj nə vaxt etdim burnuma? Birinci ayımdan sonra və hər görürsünüz burnuma məndə problem var deyə sporçudan güc vermirəm. Sadəcə buralarıma qədər görürsünüz yaydım fondöteni və burama sadəcə bu bronzerlə belə keçirəm ki, tam bunun üstü ağ qalmasın da üzümdə. Sonra sizə nə deyəcəydim? Sual itirdim. Sual sayını itirdim daha doğrusu. Digər sualımız nə vaxt kosmetoloji prosedurlar etdirmək olar? Məni tanıyanlar, videomu izləyənlər bilir ki, mən kosmetoloji prosedurlar 2-ci ayımdan sonra etdim. Halbuki Cavidan doktor mənə demişdi 3-cü ayında hələ dodaq dolgusu et. Çünki dodağın belə görsə, bir araya girim. Bu şeyi demədim. Dodağın gözüm kosmetoloji prosedurlar deyim, onlara keçirəm. Deməli, dodağımı 2-ci ayında etdirdim. Çünki Türkiyəyə gedirdim, üzümə baxa bilmirdim. Hədsiz pis görsəndim dodağım falan. Ürəyim sıxıldı. Ona görə etdirmə məcburiyyətinə qaldım. Amma ki 3-cü aydan sonra kosmetoloji prosedurlar etdirə bilərsiniz. Bəli, 3-cü aydan sonra mən 2-ci ayda etdirdim hər şey, amma heç olmadı. Amma siz hər ehtimala artıq 3-cü aydan etdirin. Sonra gələk üst dodağı hiss etməməyə. Üst dodağı hiss etməmək 2-ci aya qədər davam edir. 3-cü aya keçəndə daşı bitir və dodağınız belə qalır. Çox pis görünürsünüz, üst dodağı hiss eləmirsiniz. Hətta mənlə yatan qız İnci demişdi ki, mənim damaq bu hissələrimi də hiss etmirəm və yemək yeyəndə hiss etmirəm də, o damağım hələ də keydir. Üzünüzdə hər yerin key qalması, şiş qalması, zaman unutulması sizin immunitetinizdən asılıdır. Amma üst dodağı həqiqətən hiss etməmək o 2 ay vaxtınızı alır. Bu mənə çox anormal gəlmişdi. Amma sonra çox adamda gördüm ki, həqiqətən beləymiş. Üst dodaq həqiqətən hiss olunmur və bunu bizə heç kim demir. Sadəcə mən deyirəm sizə ki, bu olmur da. Və askırmaq çox pisdir. Elə bilirsiniz burnunuz düşür. Askırmaqdan ən pisi əsnəmək. Əsnəyəndə burnunuzun buraları enlənir və elə bilirsiniz ki, bir dəqiqə partlayacaq burnunuz belə. Və sizə bir dənə taktika deyim. Əsnəyəndə və nəsə askıranda burnunuzu təzə vaxtlarla cips dəstəsinizə belə tutun, sıxır, belə askırın, öskürün, nəsə. Normal burnunuzu açırsınız, belə tutun, yanları çox enlənməsin, tikişiniz hələ də varsa, belə tutub askırıb öskürə bilərsiniz. Belə. Yeməyə gələndə hər şey yeyin, sulu yeməklər ehtiyatlı olun, qorxmayın, sadəcə burnunuzu zərbələrdən gözləyin. Bilmirəm, ağlıma başqa sual gəlmir. Neyse, cücübələrlə belə çəkib bildim ancaq. Başqa ağlıma sual gəlmir qızlar. Amma direktimə o qədər sual gəlir ki, inanırsınız. İndi sadəcə xatırlamıram ki, nə suallar var. Gözlüyüm fikirləşim görüm nə demədim. Qızlar, ağlımda olan suallar bu qədər idi. Və ümumiyyətlə hamısını cavabladım. Sadəcə ağlımdan əgər suallar çıxıbsa, mənə zəhmət olmasa elə bunun altına yazın. Mən hamısını cavablandırmağa hazıram. Makyajım da bu qədər idi. Prosto siz sıxılmayın deyə makyaj elədim. Yoxsa məndən olsa oturub danışarım sizinlə bütün gün. Siz baxsanız təbii ki. Və belə, indən sonra çox belə YouTube videolarını çəkmək istəyirəm. Çox şey haqqında danışmaq istəyirəm. Əgər siz də məni sevsəniz, mənə qulaq assanız, təbii ki mən bunu sevə-sevə çəkərəm, paylaşaram. Və belə, bilmirəm nə danışım. Elə bilirəm bəzi suallar var, sadəcə yadımdan çıxıb. Amma ki siz əgər yadımdan çıxıbsa üzrlü sayın, mənə yazın. Burada mən yenə altından cavablayacağam. İndidən əməliyyat olan qızlarım xeyirli olsun. Əməliyyat olacaqlar inşallah sağ-salamat çıxın əməliyyatdan. İstədiyiniz burunlarınız olsun və son nöqtə onu demək istəyirəm ki, heç vaxt bir burundur, bir başqa şeydir. Ona görə depressiyaya düşməyə heç ehtiyac yoxdur. Çünki hamısı zamanla düzələr. Düzəlmirsə belə canınız sağ olsun və bir şey fikirləşin ki, əvvəlki burnunuzdan qat-qat yaxşıdır. Şəxsən mənim burnum bu mu yaxşıdır, bu mu yaxşıdır? Əgər olsa belə, yəni bu yaxşıdır da. Çor-çor, gör-gör. Ona görə də heç vaxt bir buruna görə ki, hələ yəni bu ölümlü dünyada heç vaxt pis olmuyor. Belə depressiyaya düşməyin, mənə yazın, dərdləşək. Bacınız buradadır, rahat olmayın. Öpürəm sizi. Пока.